Salam, hər vaxtınız xeyir. 2 avqust səhər BB qəbul suallarına baxırıq. Gəlin elə birinci sualla başlayaq. Deyir ki, internetdə informasiyanın həcmi 1200 megabit olan məlumatın. Okey, deməli həcmimiz 1200-dür. Bunun 40%. 1200-ün 40%-ni neçə eləyəcək? 1200-ü heç nə vuracam, 40-a böləcəm 100-ə. Nəticə mənə verəcək 480. Deyir bunun üçün sürət nə qədər olub? 5 megabit bölü saniyə. Okey, yerde bu neçəsi qaldı? 720'si qaldı da 480'i getdirsən. 1200'dən çıxdım 480'e cavab elədi 720. 720 üçün sürət nə qədər olur? Baxın 15 megabit bölünsün saniyə. Gəlin sürət düsturunu yazaq. Sürət nəyə bərabərdir? Həcmin zamana olan nisbətidir. Eyni, baxın, riyaziyyətə gedən yol nəyə bərabərdir? Sürətin zamana nisbəti. Eyni məntiqdir. Sadəcə biz sürətin yerinə həcm deyirik. Zaman nəyə bərabərdir burada? Həcm bölünsün sürətə. Yaxşı, gəlin T1 üçün, buradan xətt çəkək. T1 üçün zamanı tapaq. Heç nə, həcmi böləcəm sürətə. 480'i böləcəm 5'ə. Nəticə mənə verəcək 96. T2'ni tapmaq üçün nə etmək lazımdır? 720'ni 15'e bölmək lazımdır. Buradan da cavab verəcək 48. Ümumi T nəyə bərabərdir? T1 plus T2. Bizdən ümumi zamanı istəyir. 96 ilə 48'in cəmi 144'dür. Baxın, olacaq D variantı. Bu düsturu baxın, əzbər şəkildə bilməlisiniz. Buradan həcm də bərabərdir. Sürət vurulsun zaman. Sonra ikinci sual bizdən əməliyyat sistemlərini istəyir. Əməliyyat sistemləri deməli istifadəçi və kompüter arasında qarşılıqlı əlaqə interfeys yaratmaq üçün idi. Sistem proqram təminatının baza hissəsinə aiddir. Məsələn, Linux, Unix, Windows, MS-DOS var, Solaris var, NetBeans var, QNX var, Macintosh, iOS, Android və s. Deməli, Unix olacaq, Windows'dur, Ubuntu'dur, Macintosh'dur. Cavab eləyəcək 1, 3, 5, 6. Commander əməliyyat örtüyüdür. NetBeans IDE'lər gedir. Bu inteqrallaşdırılmış mühitdir. PowerShell Windows'un özündə yüklənən bir sistemli kodlarını işlətmək üçün proqram vasitəsidir. Çox rahat bir sual idi. Çalışın ki, qəbulda əgər çox variantlı sual varsa, variantları çıxın. Üçüncü sual dünyanın ən asan sualıdır. Lokalla qlobal arasındakı fərqi soruşur. Biz ümumiyyətlə bilirik, lokal şəbəkə nədir, qlobal şəbəkə nədir? Lokal şəbəkə adından göründüyü kimi məhdud, kiçik bir ərazini əhatə eləyir. Qlobal şəbəkə isə bütün dünyanı. Elə əsas qlobal şəbəkə nümunələ nə idi? İnternetin özü. Uzaq məsafədə yerləşmiş kompüterlərin bir-birinə qarşılıqlı əlaqə qura bilməsi üçün idi. Elə cavabımız olacaq A. Sonra dördüncü sual da sadə bir sualdır. Deyir ki, mətn fraqmentində bütün hərflərin böyük olması üçün deyir hansı mümkün deyil. Gəlin nəzər salaq. Bütün hərflərin böyük olmasını istəyirəmsə, gəlirəm Home tabına. Home'un içində Font Length qrupu var. Orada Change Case əmri var. Ekranda biraz böyüdək. Change Case'in klaviatura qısa yolu Shift F3'dür. Shift F3'ü bir neçə dəfə basdıqdan sonra bütün hərflərin böyük və yaxud kiçik olduğunu görə bilərik. Burada deməli sentence case əmri var. Biraz ingilis dili bazası lazımdır. Cümlənin birinci hərfini böyük eləyir. Lowercase hamısına kiçik, uppercase hamısına böyük. Capitalize each word hər sözün birinci hərfini böyük eləyir. Toggle case böyükləri kiçik, kiçikləri isə böyük eləyir. Əslində interfeysinə baxanda çox tələbə düşünür ki, birinciləri kiçik, qalanlarını böyük eləyir. Xeyr, elə bir şey yoxdur. Sadəcə böyükü kiçik, kiçiyi də böyük registrdə etmək üçündür. Ondan sonra biz bilirik ki, caps lock düyməsini basanda nə baş verəcək? Hərf böyük olacaq. Ondan sonra shift düyməsi ilə hansısa bir düyməni bir yerdə basanda həmin hərf böyük olacaq. Amma sırf mətni seçib shift düyməsini sıxanda heç bir dəyişiklik olmur. Elə ona uyğun olan variantımız B-dir. Çünki bir də all caps əmri var. Gəlin onu da göstərim mən sizə. All caps deməli fontun dialoq pəncərəsində yerləşir. Bu üçün elə klaviaturadan Ctrl D-ni basmağım da kifayət edir. Baxın, all caps deyəndə nə olacaq? Baxın, bütün hərflər böyük olacaq. Baxın, onsuz tərcüməsi yazılır burada. Yəni o baxımdan narahat olmayın. Burada B variantı oldu. Bak görə digər nə sual var? Nə də tətbiqi proqramlardan çox sual salıb. Amma maraqlıdır ki, hardware'dən sual yoxdur. Tətbiqi proqramlar 4 yerə bölünürdü. Ümumi təyinatlı, üsul yönlü, problem yönlü, bir də qlobal kompüter şəbəkələr üçün. Amma bizdən nə soruşur? Və də burada ancaq hər şeydə aid olmayan istəyir bizə. 1 olacaq, 3 olacaq, 4 olacaq, 7 olacaq. Məsələn, antivirusu götürə bilmərəm. Çünki antivirus sistemin servisindədir.
Baza proqramı elə sistemin əsasıdır. Hansı ki, bura əməliyyat sistemi, əməliyyat örtüyü, bir də şəbəkə əməliyyat sistemi daxil idi. Proqramlaşdırma vasitələri instrumentalın içindədir. Translator da instrumentalın içindədir. İlkin proqramı maşın dilinə çevirmək üçün idi. Translatorun iki dənə növü vardı. Var interpretator, bir də var kompilyator. Interpretator hissə-hissə çevirir. Kompilyator komple sözündən də bütövlükdə ilkin proqramı maşın dilinə çevirmək üçündür. Sonra keçək 6-cı suala. Bu da primitivdir. Sadəcə bizdən fayl genişlənmələrini istəyir. Mətn faylları txt doc, txt docdur, docx-dir, docm-dir, dotdur, docx-dir, docm-dir. Ondan sonra txt var, rtf var. Hamısı mətnlə bağlıdır. Deməli, A na Y 2-də olacaq. Verilənlər bazası demişik, biz sonu DB ilə bitənlərin hamısı verilənlər bazasını bildirir. Çünki ingiliscə database sözünün qısaldılmışıdır. Elə bu ACCDB olan Access Database'in, yəni Access proqramının elə genişlənməsidir. Deyə gedəcək bura. Eyni zamanda BAC bizim failin sürəti adlanır. Elə bir ki, köhnə versiyalarda saxlamaq üçün əsasən BAC o zaman istifadə edirik. Data ilə data sözünün qısaldılmışıdır. Daha doğrusu aha, okey. B variantı da gedəcək hara? Aşağıya. Все. C, A, Y, D, B. Elə C variantı. Ah. 7-ci sual. Ya da burada gördüyünüz sualların əksəriyyəti elə bizim test toplumumuzda da var. Çünki mən testi hazırlayan zaman həmişə baxın, bunlara qeyd eləmişəm. Baxın, 4-cü sual da var, biraz fərqli versiyada. 7-ci sual olsun. Buna uyğun testlər nə qədər var? Onun üçün düşünürəm ki, bu imtahan kifayət qədər əslində asan idi. Burada bir dənə sual cəhd edəcəm. Deyir ki, verilmiş lent qrupun hansı tabda yerləşir? View varsa view-nun içində yerləşir. View-nun onda nə işi var? View-nun içində olar da belə düşün. Eyni zamanda həmişə mən bütün tələbələrimə deyirəm, view-nun içində olanların əksəriyyəti W-nan bitir. Məsələn, show W-nan bitir, window W-nan bitir. Məsələn, master view view-nan, yəni W-nan bitir. Presentation views o da həmçinin. 8-ci sualda cədvəllə bağlı bir sualdır. Word-a aiddir. Deyir ki, heç nə. Insert column left əmri icra olunarsa, sevinç sözü soldan neçənci sütunda olar? Özünüzdə tərcümə edə bilərsiniz. Amma sizə əziyyətə verməyiblər də görürsünüz. Burada da özləri yazıblar. Deyir, sola bilənə sütun əlavə elə. Yaxşı, əlavə elədik. Bu olacaq birinci, ikinci, üçüncü. Sevinç neçənci sütunda yerləşdi? Üçüncü. Çox kolay bir sual idi bu da. 9-cu sualda görək nə deyir bizdən. Deyir ki, xanaya verilənlərin və düsturların daxil edilməsi prosesindən imtina üsulunu soruşur. İmtina eləmək deyən kimi həmişə ağlımıza undo əməliyyatı gəlir. Ümumiyyətlə, baxın, ingiliscə do nə demək? Etmək. Undo onu inkar edir, yəni deyir, ləğv elə. Və klaviatura qısa yolu Ctrl Z-dən. Bunu, yəni çoxumuzun ən çox istifadə etdiyi klaviatura qısa yollarındandır. Escape düyməsi ümumiyyətlə o da xananın içindəki hər şeyi təmizləyəcək, yəni sıfırlayacaq içini. 2, 3 olacaq. Okey, bizdən amma aid olmayanı istəyirik. Cavab olacaq 1 və 4. Y variantı. Enter basında heç nə. Kursor bir sətir aşağıya düşəcək, yəni bir xana. Redo isə undo-nun əksidir. Yəni ləğv etdiyimizi təzədən bərpa etmək üçündür. Baxın, ingiliscə do nə deməkdir? Etmək. Redo nə olacaq? Yenidən etmək. Yəni ləğv etdiyini təzədən bərpa elə. Klaviatura yolda Ctrl Y-dir. 10-cu sualda deyir ki, heç nə funksiyalar təsnifatına görə bölüşdür. Right, left, len mətni funksiyalardır. Yəqin ki, qəbulda bunların tərcümələrində yazıb. Mən qısa şəkildə qeyd eləmişəm ingilis dilində. Text olacaq, Y variantı, power-dir, sum-dır, sum if-dir, product-dır, ABC, faktorial, hamısı riyazi funksiyadır. Yəni, qüvvətin digərlərində nə iş var? Qüvvət riyaziyyata aid olan bir şeydir də. Power, yəni riyazi olan hansıdır? Math sözündən, matematik. B variantı true, false, if, and, or, not. Hamısı nədir? Logic, yəni məntiqi. D də gedəcək bura. Y, B, D. Hansı variantdır? Y variantı. Baxın burada. 11-ci sual. Bəzi tələbələr imtahandan çıxandan sonra dedi ki, ay müəllim, bir dənə uzun Excel məsələsi düşmüşdü. Heç də yəni demərəm də, yəni rahat sualdır. Sadəcə if funksiyasını bilmək lazımdır. Bir də ki, biraz riyazi baza. Bununla yekunlaşır. Biraz da diqqət. Çünki diqqət onsuz bütün suallar üçün lazımdır.
Deyir ki, heç nə. A adlı qurumda fiziki şəxslərin muzlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcədə tutulur. Məsələn, əgər kiminsə 2500 manat və ondan aşağı maaşı varsa, ondan vergi necə tutulacaq? Onun əmək haqqısından çıxılacaq 200 manat, vurulacaq 14%. Ondan sonra, əgər kimin maaşı 2500-dən yuxarıdırsa, o zaman deməli 350-nin üzərinə əmək haqqının 25% gələcək. Arada ama bir xeyli çox fərq var. Deməli bizdə deyir ki, aşağıdakı işçilər cədvəlində deyir, gəlir vergisini hesablamaq üçün. Deyir, sən Y2 xanasında hansı düsturu yazmalısan? Burada şərtimiz var da, əgər bizim maaşlar da onsuz D sütununda yazılıb da, əgər maaşımız 2500-ə kiçik bərabər olarsa, o zaman deyirsən, maaşdan çıx 200'ü vur bunu 14%. Bunu kısaca vurulsun 14% de yaza bilər. Və yaxud da birbaşa 0,14'e də vura bilər. Riyaziyyatdan bilirik. Ədədin 14%-ni tapmaq nə deməkdir? Ədədə vur 14'e böl 100'e. Okey, elə bu 0,14'e vurmaq demək deyil. Buna aid olan məsələlər işləmişik verginin və yaxud başqa bilməm nəsə ona aid olan suallar vardı. Dimnos test toplusunda da var zaten. Orada da mən göstərmişdim, tələbələrə demişəm ki, mən bütün tələbələrim bilir ki, məndə 60 suallıq bir dənə Word Excel testi var. Özü ona oxşar, onun içindən qəbula düşmə ehtimalı olan çox sual var. İmeni elə oradakı suala oxşayır bu. 14%, yəni 0,14'e vururuq. Yox, əgər bizim maaşımız 2500'dən yuxarıdırsa, bu zaman false olan tərəfə keçid edirik də, yəni axırıncı əməliyyata. 350'nin üzərinə 25%-in gəlməliyik əmək haqqının, yəni 0,25'e vurmalıyıq. Buna oxşar variantlar, məsələn, D də buna oxşayır. Yaxşı, fərqi nədir? Burada nə edib? Maaşdan çıxıb 200'ün 14%-in. Xeyr, görürsünüz ki, burada mötərizələrə diqqət edin. Sadəcə bir dənə mötərizənin yerinin səhv dəyişik olması cavabı səhv almanıza gətirib çıxardır. Diqqətli olun maksimum dərəcədə. Hı hı. 12-ci sual. Bunu nə adlandırım qəbula salıb çox gülməli şəkildə. Yəni mən özüm informasiya təhlükəsizliyini bitirmişəm. Nə təhlükəsizliklə də məşğul da olmuşam. Yəni bunun tarixini bilmək bizim heç nəyimizə lazım deyil. WannaCry özü ransomware-in bir növüdür. Deməli ransomware-in iki dənə növü vardır. WannaCry bir də Petya. Elə bu yanvarın Asiya qəbul sualıdır. Ransomware nə edirdi? Həmişə deyirdim, bunu pul sözü ilə yadda saxlayın. Heç nə şifrəliyirdi, qarşılığında bizdən pul tələb eləyirdi. WannaCry özü təxminən 2017-ci ildə yayılıb, səhv eləmirəmsə. Windows əməliyyat sistemində elə bil ki, SMB protokolunun təhlükəsizlik boşluğundan istifadə olunaraq bəzi virusların kompüterimizə düşməsinə gətirib çıxarıb bu. Onun üçün olacaq A variantı. SMB bəzi tələbələr üçün maraqlı ola bilər. Server message block deməkdir. Açışı bir protokoldur. Hansı ki, deməli şəbəkədə fayl və printer paylaşımı üçün istifadə olunur. Vav dərəcədə şəbəkənin dərinliyidir. Ehtiyacınız varmı bilməyə? Yoxdur. Bu sualı inanmıram hansısa tələbə düz yaza. Hansı tələbə bunu düz yaza bilər? İxtisasa IT, təhlükəsizlik olanlar okey yaza bilər. Dünya görüşü vav səviyyədə yaxşı olanlar yaza bilər, amma belə də nə bilim, heç nə deyim, tələbələrin dünya görüşünü yoxlayıb da. 13-cü suala baxaq. Başlıq sətrində yerləşməyənləri seçin. Başlıq sətri bilirsiniz ki, Word-də bizdə yuxarıda olan hissədir. Başlıq sətrində gələn olanları bir-bir nəzər salaq hamısına. Deməli var Quick Access Toolbar, cəld müraciətlər paneli. Buradan yönünü götürək. Cəld müraciətlər panelində özdə susma halında 3 dənə əmr aktiv olurdu. Save, undo, bir də redo. Save, yadda saxlamaq, undo, sonuncu əməliyyatı ləğv eləmək, bayaq bundan danışdıq. Redo isə ləğv etdiyimizi bərpa eləmək üçün idi. Ctrl-C, Ctrl-S, sonra Ctrl-Z, Ctrl-Y qısa yolları idi. Deməli, burada cari sənədimizin adı burada qeyd olunur. Sonra istifadəçi user hissəsi. Sonra burada ribbon nədir? Bizim lent qruplarımızı tabda bildiyimiz tablardır. Deyir ki, ribbonları gizlət. Tabları göstər. Tablarla əmrlərin hamısını bir yerdə göstər. Lent qruplarının idarə edilməsi üçündür. Sonra pəncərəni idarə etmə düymələri var.
Deməli minimizedir, maximizedir, close düyməsidir, share düyməsi də var eyni zamanda burada. Listəli variantdakilərin hamısı burada var. Bir baxaq görək. Paylaş düyməsi okey. Orada share'i zaten görürük biz. Cari sənədin adını görürük. İstifadəçi hesab profilini görürük. Cəhd müraciətləri də görürük. Nə qaldı? Nə etmək istəyirsiniz düyməsi bir şey yoxdur. Deməli, lent ekran seçimlər düyməsi var idi axı orada. Hide-la gizlədə bilirdik lent qruplarını, tablarını. Aslında burada bir dənə səhv variant var. Yəqin ki, ya variantlarda səhv düşüb, ya da sualları tələbələr səhv gətiriblər. Yəni burada konkret olaraq bir dənə 5 yoxdur. Qalan hamısı var. Zaten gördünüz. 14-cü sualda aha. Deyim burada nə qədər software ait suallar salmış? Üçüncüdür. Normalda həmişə bir dənə düşür. Heç məsələn hardware-dən sual yoxdur. PowerPoint-dən azdır. Yəni Windows 11 əməliyyat sistemindən yoxdur. Elə əməliyyat sistemi var sadəcə. Maraqlıdır. Şəbəkə əməliyyat sistemləri Solaris'dir. Ondan sonra Netware'dir. DF hamısı var bunlar materialda zaten. Antivirüsdən bir dənə Adinfin adı var. Adinfin isə müfəttiş antivirüslər adidir. İlkin vəziyyətdən cari vəziyyəti yoxlayırdı, müqayisə eləyirdi. Müfəttiş müqayisə nə deyirəm həmişə dərsə? M hərflərinin yadda saxlayın. Əməliyyat örtüyü, sonu komandir olanlar. Ondan sonra bir də başqa varmı? Yox, yoxdur. Pis. Netscape naviqatoru qaldı. Bu brauzerdir. Brauzerlər iki söz birləşməsindən ibarət olan brauzerlərdən idi. Çünki başqa brauzerlər də var. Baxın, Netscape navigator, Internet Explorer, Microsoft Edge var. Ondan sonra Google Chrome'dur, Mozilla Firefox'dur. Baxın, 5 dənəsi iki sözdür. Bir söz olanlar Opera, Safari, Mosaic. Okay. Symbian var, çox da rast gəlmir. Mobil əməliyyat sistemidir. 15 çox belə maraqsız sualdır, amma asan da sualdır. Bu qədər böyük olmağına baxmayın. Cüzi məntiq lazımdır tapmağınız üçün. Deməli, aşağıdakılardan deyək ki, informasiyalaşdırma, informasiyanın mühafizəsi haqqında qanun. Azərbaycan Respublikasının qanununa əsasən kritik informasiya infrastrukturu anlayışına uyğun olanı seçin. Kritik infrastruktur deyəndə, yəni dövlət üçün əsas vacib olan müəssisədir, qurumdur, sektorları nəzərdə tutur. Təbii ki, dövlət təhlükəsizliyi, müdafiədir, səhiyyədir, maliyyədir, energetika, nəqliyyat, su təchizat və s. və s. Baxın, elə uyğun olacaq A variantı. Bəzən həmişə yox, baxın, nadir hal deməkdə, əksər hallarda ən uzun cavab həmişə elə düzgün variant olur. Təbii ki, bunun gedib sualları o formada atmayın. Ümumiyyətlə deyirəm. Olacaq burada A variantı. Oldu. İnşallah günorta qəbulundan da müəyyən sualları yerləşdirəcəm.